Şeyx Həsən Cəlairi, Şeyx Həsən Çobani. Burada biz yanlış variant tapmalıyıq. Şeyx Həsən Cəlairi dövlət yaratmışdır. Doğrudur. Cəlairilər dövlətinin təsisçisi 1340-cı ildə Bağdadda Şeyx Həsən Cəlairi olmuşdur. Şeyx Həsən Çobani dövlət yaratmayıb. Hülakülər səltənətinə keçibdir. Yəni Hülaki şahzadələrin adından idarə edib. Ona görə də dövlət yaratmayıb. Deməli, Şeyx Həsən Çobani yanlış variantdır 1. Testimizin cavabıdır. 2 özünü doğrultmur. 3. 1338-ci ildə döyüşdə qalib gəlmişdir. Şeyx Həsən Çobani Şeyx Həsən Cəlairiyə qalib gəlmişdir. Şeyx Həsən Cəlairi isə məğlub olmuşdur. Ona görə də Şeyx Həsən Çobani 1338-ci ildə qalib gəlir. Şeyx Həsən Cəlairi isə uduzmuşdur. Deməli 2, 4. Qarahisar qalasında cəmləşmişdilər. Cəlairilər cəmləşib, Çobanilər cəmləşməyib. Ona görə də testimizin cavabı 1, 4, 5 alınır ki, bu da A variantı eləyir.